Salam əziz tələbələr. Deməli, bizim mövzumuz üçbucağın hündürlüyü, medianı və tənbölənidir. Bugün keçəcəyim anlayışlar üçbucaq mövzusu üçün özülü anlayışlardır. Yəni, diqqətli oluruq. Nə başa düşmürüksə də deyirik və nəyi qeyd eləyək? Bir mənalı olaraq anlamağa çalışırıq ki, nə dedi müəllim? Və görəcəksiniz ki, nə qədər qabağa düşdük. Bizim birinci addımımız hündürlük anlayışını aydınlaşdıraq. Görək bu hündürlük nədir? Tərifi üçbucağın təpə nöqtəsindən qarşı tərəfi özündə saxlayan düz xəttə endirilən perpendikulardır. Təpə nöqtədən qarşı tərəfi özündə saxlayan düz xəttə endirilən perpendikular başa düşülür hündürlük. Mən hündürlüyü necə başa düşürəm? Yəni, kitabda belə başa düşmürlər. Müəllimimiz necə başa düşür? Müəllimimiz hündürlüyü dedikdə təpə nöqtədən qarşı tərəfi saxlayan düz xəttə bir paralel xətt çəkirəm və bu paralel xəttlər arasındakı məsafəyə mən hündürlüyü deyirəm. Yəni, tamamilə fərqli bir şey dedim. Aydındır ki, bu məsafələr bərabərdir. Mümkün deyil ki, bərabər olması. Bir daha təkrarladım. Hündürlüyün tərifi kitabımızda doğru tərifdir. Yəni, problem yoxdur. Hardan hara endiriləndi? Təpədən qarşı tərəfi saxlayan düz xəttə endirilən perpendikulardır. Mən sizə təklif edirəm ki, biz hündürlük deyəndə təpədən qarşı tərəfə paralel xətt çəkək və bu paralel xəttlər arası məsafəni hündürlüyü başa düşək. Bu söz niyə lazım olacaq? Birazdan görəcəyik. Əgər diqqətli olsaq, hündürlük üçbucağın xaricində də ola bilər. Hündürlük üçbucağın daxilində də ola bilər. Hündürlük hətta üçbucağın tərəfi üzərində də ola bilər. Yəni, hündürlüyün üçbucağın hansı hissəsində olması bizə məsələnin mahiyyətini dəyişmir. Yəni, uşaqlar elə bilirlər ki, hündürlüyü həmişə üçbucağın daxilində olmalıdır, daxili oblastında olmalıdır, amma bu xarici oblastda da ola bilər, tərəfin üzərində də ola bilər. Bunu dərk eləyək. Hündürlük bizim üçün nə əhəmiyyət kəsb edir? Üçbucağın sahəsini tapmaq üçün biz hündürlük və hansı tərəfi saxlayan düz xəttə endirilibsə, o tərəfin uzunluğunu bilməyimiz üçbucağın sahəsini bilməyimizə gətirib çıxarır. Üçbucağın sahəsi olur 2də 1 tərəf, bu nə? Hündürlük. Niyə bu belədir? Bu düstur hardan çıxır? Bunu gələcəkdə danışacağıq. Sahə olur 2də 1 AH. Məhz üçbucağın sahəsini tapmaq üçün istifadə edirik. İndi bizdən bir üçbucaq A, B, C üçbucağı, digər üçbucaq A, B, D üçbucağı. Bu iki üçbucağa baxanda A təpəsindən ABC üçün çəkilən hündürlük və A təpəsindən ABD üçün çəkilən hündürlük eynidir. Bu üçbucağın hündürlüyü ilə bu üçbucağın hündürlüyü eyni xəttdir. Yaxşı. Onda S üçbucaq ABD deyəndə nə başa düşürəm? 2də 1 tərəf BD vur hündürlüyü başa düşürəm. Və bunun sahəsini deyəndə S üçbucaq ABC 2də 1 tərəf bunda BC-dir. Hansı tərəfə çəkmişiksə vur nə başa düşürəm? H. Bunları alt-alta bölsək. S üçbucaq ABD böl S üçbucaq ABC bərabərdir. 2də 1-lər getdi, H-lar getdi. Nəyə bərabərdir? DB BC. Biz gözəl bir teorem aldıq hiss eləməsəz də. Bu teorem nədir? Üçbucaqda
ixtiyari xətt tərəfi hansı nisbətdə bölürsə, üçbucağın sahəsini də həmin nisbətdə bölür. Və buna aid bir nümunə də deyək. Yəni fikir verdinizsə, bu üçbucağın sahələrin nisbəti elə bu tərəflərin nisbətidir. Ümumi üçbucaq kimi baxsaq, xətt tərəfi necə bölürsə, sahəni də elə bölür. Nümunə üçün, bu faktı indi mən bir neçə yerdə istifadə edəcəm. Yavaş-yavaş qızışacağıq. Görürsünüz ki, bu faktlar nəsə istifadə olunur. Demək, tutaq ki, imtahana getmişik. Bizə deyiblər ki, ABC üçbucağı verilib. ABC üçbucağının sahəsi 40-dır. Buradan bir BK xətti çəkilib və deyilib ki, AK bərabərdir 3 dənə KS-dirsə, BKS üçbucağının sahəsini tap. Burada da heç bir problem yoxdur. Deyirsən ki, AK tərəf, bu tərəf bundan 3 dəfə çoxdursa, onda elə sahələr də eyni cürdür də. Buranın sahəsi, buranın sahəsindən 3 dəfə çox olmalı. Tərəflərin nisbəti nədirsə, sahələrin də nisbəti o olmalıdır. Ümumi sahə neçə verilib? 4x. Deməli, ümumi sahə oldu bizdə 4s nəyə bərabərdir? 40-a s bərabərdir 10-a. Biz aldıq ki, s 10-dur. Aha. İndi hündürlük anlayışından bunu istifadə elədik. Bizə lazım olan bir faktı istifadə edək, sonra davam edək. Bu fakt düzbucaqlı üçbucaqda Pifagor teoremidir. Bu faktı da öyrənməyə çalışaq. Bura A-dır, bura B-dir, bura C-dir. Bilirik ki, 90 əmələ gətirən tərəflərə katet deyirik. 90-ın qarşısındakı tərəfə hipotenuz deyirik. Və bilirik, ümid edilən bilirik ki, A kvadrat üstə gəl B kvadrat, C kvadrat edir. Və biz bunu əzbərdən bilsək də, gəlin biz bunun mənasını ifadə edək ki, bu hardan çıxır? Bu hardan çıxır? Pifagor özü bunu belə demişdi. Biz dedik ki, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Pifagor deyib ki, katetlər üzərində qurulan kvadratların sahələri cəmi hipotenuz üzərində qurulan kvadratın sahəsinə bərabərdir. S1 üstə gəl S2 nəyə bərabərdir? S3-ə. Bunu Pifagor belə demişdi. Biz də biraz onu katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Belə dedik, amma bu teoremi ispat edək. Bu teoremi ispat etmək elə də çətin deyil. İspat yolları çoxdur. Mən o ispat yollarından ən rahatı, mənə görə ən rahatını götürürəm. Bir kvadrat götürək ki, bu kvadratın tərəfinin uzunluğu nə olsun? A üstə gəl B. Bu uzunluğa malik bir kvadrat götürək. Buradan tərəfi bölək. Buradan bura deyək A-dır, buradan bura deyək B-dir. A-la B-yə. Buradan bura deyək A-dır, buradan bura B-dir. A-la B-yə böldük. Buradan bura A-dır. Buradan bura B-dir. Buradan bura A-dır. Buradan bura B-dir. Və bunları birləşdirək. Birləşdirdik. Uşaqlar nə aldıq biz? Burada 4 dənə katetləri AB olan üçbucaq aldıq. Düzbucaqlı üçbucaq. Bunların da 4 dənə eyni üçbucaq almışıqsa, 4 dənə də hipotenuz var və onlar bir-birinə nədir? Bərabərdir. Aha. Digər tərəfdən bunlar arasında qalan bucaq 90-dır. Bunu hardan görürük? Bu 90-dır. Bu alfadır. Bu bettadır. B'nin qarşısı alfadır, A'nın qarşısı bettadır.
B'nin qarşısı burada alfadır. B'nin qarşısı alfadır. A'nın qarşısı bettadır. Bu üçlü açıq bucağı əmələ gətirib. Biz görürük ki, alfa ilə bettanın cəmi neçə dərəcədir? 90 niyə? Çünki üç bucağın daxili bucaqlarının cəmi 180 verməli idi. Bu ikisi 90'dırsa, bu ikisi də 90'dırsa, ortaya da nə qalmalıdır? 90. Tərəflər bərabər. Bütün bucaqlar da 90'dırsa, ortadakı fiqur nədir? Kvadrat. Onda belə çıxır ki, bu 4 dənə üçbucağın sahəsi, bir üçbucağın sahəsi, düzbucaqlı üçbucağın sahəsi uşaqlar. Yollardan biri katetlərin hasilinin yarısıdır. 2də 1 AB-dir. Amma bundan neçə dənədir bizdə? 4 dənədir. Üstə gəl ortadakı kvadratın sahəsi S kvadrat. Yəni mən bunları bir də ortanı toplasam hamısını alacam da. Hamısı məndə nədir? A üstə gəl B'nin tərəf A üstə gəl B'dir. Kvadratın da sahəsi tərəfin kvadratı ilə tapılır. Burada nə olur? 2AB üstə gəl S kvadrat bərabərdir A kvadrat üstə gəl 2AB üstə gəl B kvadrat. Sağda da solda da 2AB-lər getdi. Nə qaldı bizdə? S kvadrat bərabərdir A kvadrat üstə gəl. Yəni biz Pifagor teoremini isbat elədik. Ki, həqiqətən də həmişə belədir. Aha, bu anlayışımız da oldu. Burada mən düzbucaqlı üçbucaqda hündürlüklərdən danışıramsa, tələbənin dərk eləməli olduğu bir neçə anlayış var. Bu anlayışlardan biri odur ki, düzbucaqlı üçbucağın 3 dənə hündürlüyü var. Bu 3 hündürlüyündən ikisi tərəflərin elə özüdür. Yəni, katetlər elə üçbucağın hündürlükləridir. Bir dənə fərqli hündürlük o hipotenuza çəkilən hündürlükdür. Deməli, 3 hündürlüyümüz var və bu 3 hündürlükdən ikisi katetdir, biri budur. Və fikir verirsinizsə, hündürlüklər bir nöqtədə kəsişdilər. Bu hündürlüklərin kəsişmə nöqtəsidir. Yadda saxlayaq. Hündürlüklərin kəsişmə nöqtəsi orto mərkəz adlanır. Mərkəz. Orto mərkəz. Ort sözü perpendikular olan xətlərə ort xətlər deyirlər. Ortoqonal sözü var məsələn. Orto mərkəz, yəni perpendikularların mərkəzi. Belə bir sözdür. İndi biz buradan hündürlüyü tapmağa çalışsaq, biz bilirik ki, düzbucaqlı üçbucağın sahəsi katetlərin hasilinin yarısıdır. Ya da istənilən üçbucağı götür. Sahə nədir? 2də 1 tərəf vur hündürlüyüdür. 2də 1 tərəf vur hündürlüyüdür. 2də 1'lərimiz nədir? Getdi. Buradan biz neyi tapsaq? H tapsaq nə olacaq? A vur B bölsək. Minimal tələb odur ki, uşaqlar, yəni düsturları biləsiniz. Ancaq yaxşı olar ki, dediyim hər bir xassənin isbatı ilə biləsiniz. H deməli A vur B bölsəydi. İndi, deyək ki, bunu da gördük. Deyək ki, bunu görürük. Növbəti anlayışımız. Bizim 3 dənə tərəfimiz varsa, 3 tərəfimiz varsa və hər tərəfə də bir hündürlük çəksək, hər tərəfə də bir hündürlüyümüzü çəksək, biz bilirik ki, sahə ya 2də 1 tərəf vur ona çəkilən hündürlüyüdür. 2də 1 tərəf vur ona çəkilən hündürlüyüdür. Ya da 2də 1 başqa tərəf vurulsun ona çəkilən hündürlük. Və tərs mütənasib kəmiyyətlərin əsas xassəsini yadda saxlayaq. Belə bir xassə var idi. Tərs mütənasib kəmiyyətlərin hasili sabitdir. Biz görürük ki, tərəflə hündürlüyün hasili sahəni verir. Tərəflə hündürlüyün hasili sahəni verir. Tərəflə hündürlüyün hasili sahəni verir. Bu nə deməkdir? Bu o deməkdir ki, tərəflərlə hündürlüklər bir-birindən tərs mütənasib asılılığı var.
hündürlüyün artması eyni üçbucaqda tərəfin neyinə gətirib çıxarır? Azalmağına. Yəni, əgər mənim tərəflərim bəllidirsə, onda onlara çəkilən hündürlüklərin nisbəti tərəflərin tərs nisbətidir. Hündürlüklərin nisbəti tərəflərin tərs nisbətidir. Yəni, tutaq ki, adi primitiv bir sual düşür imtahana. Uşaqlar yatmayaq. Səsimiz düzdür, yatmaq səsidir, amma hiss olmaz. Tutaq ki, tərəflərin nisbətini verirlər 2, 3, 4. Deyirlər hündürlüklərin nisbətini tap. Uşaqlar da tapmaqda çətinlik çəkir. Amma bilməlidir ki, bu nə olmalıdır? 2-də 1, 3-də 1, 4-də 1. Bunu da sadələşdirmək üçün ortaq məxrəcə vurursan, bütün nisbəti. Bunların ortaq məxrəci 12-dir. 12-yə vuranda burada nə olur? 6, 4, 3. Deməli, bunların nisbəti 2, 3, 4-dürsə, bunların nisbəti 6, 3, 4. Eləmi? Ümid elə ki, yadda qalacaq. Yaxşı. Bu faktı da bildik. Və mən bir faktı da yada salım. Ümumiyyətlə, həndəsəyə başlayan tələbə iki anlayışı bilməli idi. Bu məşhur üçbucaq bərabərsizliyi ki, hər hansı tərəf iki tərəfin cəmindən kiçik, fərqindən böyükdür. Bu üçbucaq bərabərsizliyi idi. Və bir dənə də məşhur bərabərlik var. Paralelogramda diagonalların kvadratları cəmi paralelogramın tərəflərinin kvadratları cəminə bərabərdir. Diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. Buna deyirlər paralelogram bərabərliyi. Bu faktı da gələcəkdə ispat edərik, bunu da. Amma yəni bunları həndəsəyə başlayan tələbə əvvəlcədən bilməlidir də, yəni ki, bu ikisini bilmirsə heç deməli həndəsə heç başlamayın. Xəbəri yoxdur həndəsədə. Aha, paralelogram bərabərliyi və üçbucaq bərabərsizliyi. İndi deyək ki, bu faktları biz bilirik. Hündürlük haqqında danışdıq. İndi görəcəksiniz ki, bu danışdıqlarımızın növbəti addımlara nə mənası var? Üçbucağın təpə nöqtəsini qarşı tərəfin mərkəzi ilə birləşdirən xətt median adlanır. Qarşı tərəfin mərkəzi ilə birləşdirən xətt median adlanır. Aha, indi birinci tələbə öz-özünə sual verər. Medianım varsa, tərəflər bəllidirsə, mən medianı necə tapa bilərəm? Və bunun üçün ona kömək gəlir paralelogram bərabərliyi. Necə yəni? Bu fiquru nəyə tamamlaya bilər? Paralelograma. Tamamlayar paralelograma. Deyər, bura A-dır. Bura B-dir. Yəqin bilirik də, paralelogramın diagonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bir diagonal S olar. O biri diagonal da buradan bura M-dir, buradan burada M-dir. Eynisindən çəkmişik. Bir diagonal da olar 2M. Bir diagonalımız nədir? S-dir. Bir diagonalımız 2M-dir. Paralelogram bərabərliyində diagonalların birinin yerinə 2M yazıram. Birinin yerinə S yazıram. Bərabərdir. 2 vurulsun A kvadrat üstə gəl. B kvadrat. S-nin kvadratını bu tərəfə atıram. 2M-in kvadratı bərabərdir. 2 vurulsun A kvadrat üstə gəl. B kvadrat çıx S kvadrat. İfadəni kökə alıram. 2M bərabərdir. 2 vur A kvadrat üstə gəl.
B kvadrat. Çıx. S kvadrat. Eləmi? Buradan nə alıram? M bərabərdir. 2-də 1. 2A kvadrat. Üstə gəl B kvadrat. Çıx S kvadrat. Buna da deyəcəyik biz uşaqlar Apollon düsturu. Apollon düsturu. Medianın tapılması üçün Apollon düsturunu isbatı ilə birlikdə verdik. İsbatı ilə birlikdə verdik. İndi bunu biləndən sonra istənilən üçbucaqda siz median tapmağı ümid edək ki, bacaracaqsınız. Tutaq ki, bir tərəf 5-dir, bir tərəf 7-dir, bir tərəf 6-dır. 6-nın üstünə median çəkmişəm və deyirəm o medianın uzunluğunu tap. Deyirsən ki, 2-də 1 kökün altında 2 vurulsun medianın çəkilmədiyi tərəflərin kvadratları cəmi çıxılsın medianın çəkildiyi tərəfin kvadratı. 5-in kvadratı 25, 7-in kvadratı 49, 25 ilə 49-u topladıq. 64, 74. Vurduq 2-yə, 148, çıxdıq 36, 112. 112 özü. Yəqin razılaşarsınız. Bu 2-də 1 kökün altına salsaq, kvadrata yüksələr 4-də 1 vur. 112. 112-ni 4-ə bölsək, neçə eləyəcək burada? 28. Hətta 28 özü də 2 kökdə 7. Apollon düsturunu isbat elədik, ixtiyari üçbucaqdır. Yəni, hansı üçbucaq olur olsun, keçərlidir. Hansı üçbucaq olur olsun, keçərlidir. Və gözəlliyimizi davam edək. Düzbucaqlı üçbucaq üçün bu düstura diqqət edən tələbə düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median, başqa medianlar da var. Amma düzbucaq təpəsindən çəkilən median və bu düstur arasında hansı əlaqəni görər? Tələbə başa düşür ki, düzbucaqlı üçbucaq üçün A kvadrat üstə gəl B kvadrat, S kvadrat verəcək. Bu olacaq 2S kvadrat çıx, S kvadrat, qalacaq S kvadrat. Kökdə S kvadratından nə çıxacaq? S vur 2-də 1. Deməli, median hipotenuzun neyinə bərabərdir? Median hipotenuzun yarısına bərabərdir. M S bölü 2'dir. Razı mı? Ancaq indi bir dənə də gözəl xassənin isbatı gəlsin sizə. Gözəl bir xassə. Deyək ki, bizim bir düzbucaqlı üçbucağımız var. Bura 30 dərəcədir. Bura A'dır, bura S'dir, bura B'dir. 30 ABC. İndi diqqətli oluruq. Bu üçbucaqdan bura neçə olduğunu bilirəm. Bundan bir dənə də çəkirəm. Bu tərəfə. Çəkdim bu tərəfə. Eynisini də fırlatdım, qoydum bura. Eynisini qoymuşamsa bura neçədir? Və bura nədir? Bu neçə elədi? Bu neçə elədi? Və bu neçədir? Məncə 60. 60, 60, 60. Belə üçbucağa nə deyirlər? Bərabər tərəfli üçbucaq. Bura nədir məndə? S. Bura nədir məndə? Deməli, 2A ilə S bir-birinə nədir? Onda A da bərabərdir. Deməli, biz nəyi ispat elədik? 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Eləmi? İsbatda ümid eləm yadda qaldı. Çünki Süleyman müəllim isbatları verə bilir və keçən ildə düşmüş isbatı imtahandan 12 saat qabaq video şəkildə, yaxşı ki, canlı yayımda dedim və o da düşdü. Həmin isbatı burada da təkrarlayıram. 30 dərəcəlik bucaq qarşısındakı katet nə oldu? Hipotenuzun yarısı. Düzbucaqlı üçbucaq 15 dərəcə, 75 dərəcə. Düzbucaq təpəsindən çəkilən hündürlük
və hipotenuz arasındakı əlaqənin belə olduğunu isbat eləyək. İsbat eləyək ki, hündürlük S bölü nədir? 4. Addım 1. Median çəkdik. Median nəyə bərabərdir? Hipotenuzun yarısına. Median özü neyinir? Qarşıdakı tərəfi yarıya bölür. Deməli, neçəyə bölür? S bölü 2 ilə S bölü 2'ye. Elə? Bu da S bölü 2, bu da S bölü 2. Bu S bölü 2, bu S bölü 2. Üçbucaq necə üçbucaqdır? Deməli, bura 15 isə, bura neçədir? Onda bura neçədir? Üçbucağın xarici bucağı, özdən qonşu olmayan iki daxili bucağın cəmidir. Bura neçə oldu? Bu üçbucağa baxırıq. 30 dərəcəlik bucaq qarşısındakı katet. Hipotenuz burada mediandır. M bölü 2'dir. M özü də 2'dir. Bir dəfə də 2'yə böldük. M bölü 4. Yəni biz ispat elədik ki, sən demə, 15 dərəcəlik bucaq görsək, hündürlük və hipotenuz arasında 4 dəfə fərq var. Və bu sizə en qədər məsələnin həllində kömək eləyir. Məsələn, şəkil verilir, bura 15 verilir, bura 8 verilir. Deyir, bunun sahəsini tap. Tələbə də bilir ki, mən buradan hündürlük çəkəsi olsam, bu hündürlük olacaq 2. Çünki hündürlük 15 dərəcədə. Hipotenuzdan 4 dəfə kiçikdir. Sahə dənəzi tapılır. 2'də 1, tərəf, vur, hündürlük. Tərəfimiz 8, hündürlüyümüz 2, getdilər, məsələ bitdi. Hə, bu faktı bilməyən də istifadə edib tapardı, amma artıq daha uzun trigonometrik nisbətlərdən istifadə edəcək. Aha. Biz medianla işimizi davam edək. Medianla işimizi davam edək. İndi median uzunluğunu tapa bildik. Düzbucaqlı üçbucaqda medianın nə olduğunu bildik. Hündürlüklə də biraz əlaqələrini bildik. Və növbəti fakt. Növbəti fakt. Medianlar bir nöqtədə kəsişir. Və bu kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzidir. Aha. Gələk çıxaq görək. Ağırlıq mərkəzidir. Bəhli olacaq. Görün orada bir çubuqdan zaddan var. Nəsə varsa verin mənə. Fərq eləməz. Hə, uşaqları döymək üçün yox. Ağırlıq mərkəzinin nə olduğunu indi göstərəcəyik, əziz tələbələrim. Yəqin fizikadan bilirsiniz ki, ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtə ağırlıq mərkəzidir. Ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtə. Bizə saniyə. Əgər bu nöqtədən, siz həmin nöqtəni təyin edə bilsəz ki, bu hardadır, həmin nöqtədən tutanda cismi, o neynəmir? Düşmür. İndi, bizdə də üçbucağın medianlarını çəksən, həmin medianların kəsişmə nöqtəsi üçbucağın nəyidir? Ağırlıq mərkəzidir. Yəni, həmin ağırlıq mərkəzində cisim nədə qalır? Tarazlıqda qalır. İndi, yəqin məşhur link qaydasında bilirsiniz. Mən nəyi göstərmək istəyirəm? Göstərmək istəyirəm ki, fizika ilə riyaziyyat arasında fərq yoxdur. Görən üçün fərq yoxdur. Link qaydasını bilməyənlər üçün. Aha, xətkeşimiz var. Heç də olmaz. Bu ilə döyərik. Uşaqlar, ağırlıq mərkəzini təyin etmə yollarından biri çox sadədir. Götürürsən, nə inirsən? Hər iki tərəfdən barmaqları yaxınlaşdırırsan və barmaqlar mütləq və mütləq harada kəsişəcək? Ağırlıq mərkəzində. Ortada yox. Ağırlıq mərkəzində. İndi kimsə görsə, burada 15 ilə 16-nın ortasına düşüb. 15 ilə 16-nın ortasına düşüb. Və mən bunu gözümü yumub da eləsəm, yəni 500 dəfə də eləsəm, yenə də həmin yerə düşəcək. Səhərəcən yoxlayın. Fərq eləməz. Deməli, ağırlıq mərkəzini belə də tapmaq olar. İndi, yəni, ağırlıq mərkəzi odur ki, uşaqlar, siz üçbucağı götürsəz, bu nöqtədən tutsaz,
üçbucaq nə edəcək? Aşağısı deyil. İndi mən fizikanı yadınıza salın. Link qaydası nə deyirdi? Link qaydası deyirdi ki, tarazlıq nöqtəsindən buradan bir F qüvvəsi tətbiq eləsən, buradan başqa bir qüvvə tətbiq eləsən, buradakı uzunluq L1-dirsə, buradakı uzunluq L2-dirsə, F1 L1 bərabərdir nəyə? Bunun link qaydasıdır. Bu qaydanı Arximed tapıb. Arximed tapıb. Azərbaycanda da Qərib Cinlər Diyarında belə bir film var. Orada da məhz link qaydasından istifadə edib ağır yükləri qaldırır. Cinlər də ona başlayır sitayiş eləmək ki, sən çox güclüsən. İndi ümid edirəm ki, yadınızda qalıb belə bir şeylər var. Və link qaydasından indi fikir ver. Bu nöqtə nədir? Tarazlıq nöqtəsidir. Bu hissəyə iki təpə düşür. İki təpə düşür. Bu hissəyə bir təpə düşür. Elə bil ki, bu hissədə iki qatlı yük, ağırlıq. Burada ağırlıq bir qatdır. Əgər buradakı ağırlıq iki qatlısa, buradakı ağırlıq bir qatlısa, bu F-ləri aparsan, nə nəticə alacaqsan? L2 nəyə bərabərdir? 2L1-ə. Yəni, medianlar kəsişəndə təpədən başlayaraq 2-nin 1 nisbətində bölünürlər. Və bu hardan çıxır? Link qaydasından, fizikadan çıxır. Aha, link qaydasından çıxır. Başqa cürdə çıxarda bilərəm mən. Amma inteqrasiyanı göstərmək istədim ki, eyni anlayışdır. Yəni, heç bir anlayış uşaqlar, təklikdə uşaqların baynində mənasız gəlir. Bir anlayış deyir ki, bu nəyə lazımdır? Bu birisi anlayış nəyə lazımdır? Heç biri lazım deyil. Amma ikisi nədə lazımdır? Ortaq bir yerdə lazımdır. Elə bir əl heç kimə lazım deyil. İkinci əl də lazım deyil. Amma ümumilikdə yığırsan adam düzəlir. O lazım olur. Eləmi? Yaxşı. İndi biz dedik ki 2-nin 1 nisbətində bölünür. Yəni buradan bura nə qədərdir? 2x-dir. Buradan bura nədir? X-dir. Buradan bura 2y-dir. Buradan bura y-dir. Buradan bura 2z-dir. Buradan bura z-dir. Bu fakta aid sadə bir misal deyək. Sizdən də cavabı istəyim. Deyək ki, bax, bunları kəsişdirdik. Bura bizdə 2x-dir, bura x-dir. Necə? Misalı verirdim axı. Qoy olsun bura 7, bura olsun 4, bura olsun 5. Bura x, bura y, bura z. X plus y plus z neçədir? X plus y plus z neçədir? Cavab? 21,5. Deməli uşaqlar, təpədən başlayaraq 2-nin 1-ə bölünür, 2-nin 1-ə bölünür, bura 5-dirsə, bura 10-dur. Təpədən başlayaraq 2-nin 1-ə bölünür, 2-nin 1-ə, bura 4-dirsə, bura 8-dir. Təpədən başlayaraq 2-nin 1-ə bölünür, bura 7-dirsə, bura 3,5-dir. Düzdür, üçbucağın varlığını yoxlamadım, heç olmaz. Və bunları nə edirik? Toplayırıq. 21,5. Vəssalam. Aha. Keçdik. Bütün üçbucaqların ağırlıq mərkəzi var. O ağırlıq mərkəzi də medianların kəsişdiyi yerdədir. Bu faktı yendirəm, yüzlərlə üsulla istifadə edib ispat edə bilərəm. Düz ağın çıxartdım 100 dənə deyil ki, otursayaq. Ancaq elə belə etdim də. İndi, medianların kəsişmə nöqtəsi haqqında da məlumatımız oldu. İndi gözəlliyə baxaq. Deyək ki, medianlar təsadüfən iki median kəsişəndə, onlar bir-birinə perpendikular olub. İki median kəsişib. A, B, C, burada bir B. Bu median bir-birinə nə olub? Onu da ispat edək ki,
Üçüncü medianın uzunluğu ilə bu iki median Pifagor teoremini ödəyir. Nə edə bilərik? Buradan bura neçə hissədir bizdə? 2 hissə. Buradan bura nədir? 1 hissə. Buradan bura. Yəni buna 2A, buna A deyək. Yaxşı, 3-də 2A, 3-də 1A. Ümumi uzunluğu A deyək. Bu ümumi uzunluq A-dır. 3-dən ikisi buradadır. B olsun bu da. 3-də 1 B. Eləmi? Burada düzbucaqlı üçbucağımız var mı? Onda bura nəyə bərabərdir? Kökün altında bunların kvadratları cəminə. Yəni 3-də 2A-nın kvadratı üstə gəlinə 3-də 2B-nin kvadratı kökün altında. Burada da 3-də 2 var, burada da 3-də 2 var. Həmin 3-dəkiləri nə etmək olar? Çıxartmaq olar. Mörtəzə xaricinə. Deyərsin, mənim üstündə kvadrat da var, kök də var, bir-birini aparacaq. 3-də 2 birbaşa çıxacaq çölə. Yəni, bura olacaq 3-də 2 kökün altında nə? A kvadrat üstə gəl. Bu nə üçbucaqdır bizdə? Düzbucaqlı üçbucaqda. Deməli, hipotenuza çəkilən median hipotenuzun yarısıdır. Bura 3-də 2 A kvadrat üstə gəl B kvadratdırsa kökün altında. Onda bura olur 3-də 1 kökün altında A kvadrat üstə gəl B kvadrat. Bəli, bir dənə perpendikulyar olması şərti verilir. İndi biz ispat etməyə çalışırıq ki, 3-cü medianla əvvəlki medianlar Pifagor teoremini ödəyir. Bura 3-də 1 A kvadrat üstə gəl B kvadratdırsa, bu 2-nin 1-ə bölünüb axı. Onda bura nədir? Birinci ispat elədiyimiz şey oldu ki, buradan bura xətlə, buradan bura xəttin uzunluğu eynidir. Görürsünüz, 2 sənə verdi. Ümumi nə verdi? 3-də 1, 3-də 2, bir dənə bütöv A kvadrat üstə gəl, B kvadrat kökün altında. Yəni, bundan sonra siz 2 median görəndə ki, perpendikulardır, 3-cü medianı tapmağa ehtiyac yoxdur. Düsturla tapmağa ehtiyac yoxdur. Biləcəm ki, 3-cü median kvadratı o perpendikular olan medianların kvadratları cəmidir. Yəni, Pifagor teoremi buradan ödənir. Sonra, indi bayaqları belə bir xassə demişdik. Yadınıza düşürsə, xətt tərəfi necə bölürsə, sahəni də nə edir? Elə bölür. Onda median tərəfi necə bölür? Tərəfi yarıya bölür. Onda sahəni nə edir? Onu da yarıya böləcək. Tərəfi yarıya bölürsə, sahəni də yarıya bölür. Yəni, bizim bir medianımız var. Medianımızı çəkdik. Median tərəfi yarı böldüyünə görə sahəni də nə edir? Yarı bölür. Bunu deyək ki, bildik. İndi götürək. Medianların hamısını çəkək. Medianların hamısını çəkəsi olsaq, median sahəni 6 bərabər yerə bölür və bunun da isbatı medianın sahənin bərabər bölməsindən çıxır. Çünki bu üçbucaqda da, bu balaca üçbucaqda da bu xətt mediandır. Deməli, sahəni bərabər bölməlidir. Bura S1 deyə S1'dir. İndi sübut edəcəm ki, hamısı bir-birinə bərabər. Buradakı xətt də mediandır. Sahəni bərabər bölməlidir. S2, S2'dir. Buradakı xətt də mediandır. Sahə bərabər bölməlidir. S3, S3'dir. Ümumi xətt də mediandır. Mediandırsa bunun aşağısındakı hissə ilə yuxarıdakı hissə bərabər olmalıdır. Burada 2S1 üstə gəl S2'dir. Burada 2S3 üstə gəl S2'dir. S2'lər ixtisar getsə 2S1, 2S3'dir. S1, S3'ə bərabərdir. Eyni yolla da sübut edilsiniz ki, S2 də bunlara bərabərdir. Deməli, nə olacaq? Medianları çəkəndə üçbucaq 6 bərabər sahəli hissəyə bölünəcək. Yaxşı, çox yormayım sizi. Keçək növbəti bir xəttimizə, tənbölən. Tənbölən haqqında da danışaq. Üçbucağın müəyyən hissəsini bitirək. Və dediyim kimi, bu anlayışlar sizdə üçbucaqda kifayət qədər sizi qabağa salacaq. Əgər bunları anlasaz, kifayət qədər.
Birinci, biz bucaq tənböləninin nə olduğunu anlayaq. Uşaqlar, bizdə bucaq tənböləni deyilən anlayış var. Bucaq tənböləni bir şüadır və bu şüa bucağı neynir? İki bərabər hissəyə bölür. Və bucaq tənböləninin əsas xassəsi onun üzərində götürülən nöqtədən bucağın tərəflərinə qədər məsafələrin eyni olmasıdır. Bucaq tənböləni üzərində götürülən nöqtədən bucağın tərəflərinə qədər məsafələr eynidir. Bir daha təkrarladım. Tutaq ki, buradan bura məsafə 5'dir. Buradan bura məsafə x-dırsa, söhbət bucaq tənbölənindən gedirsə, onda ikisi de x də 5'dir. Bunun isbatı BTB, bucaq tərəf bucaq əlamətindən çıxır, üçbucağın bərabərliyindən. Hələlik işim yoxdur, bunların haqqında sonra danışacağıq. İndi isə üçbucaq tənböləni nədir? Onu aydınlaşdıraq. Bucaq tənböləni nədir? Üçbucaq tənböləni nədir? Hər bir üçbucağın aydındır ki, daxili bucağı var. Bu daxili bucağın tənbölənini çəksək, fikrimizi toparlayaq uşaqlar. Daxili bucağın tənbölənini çəksək, həmin tənbölən müəyyən hissəsi üçbucağın daxilində qalacaq. Bucaq tənböləninin üçbucağın daxilində qalan hissəsi nə adlanır? Üçbucaq tənböləni. Deməli, bucaq tənböləni şüadır. Üçbucaq tənböləni parçadır. Əvvəli də var, sonu da var. Deməli, üçbucaq tənböləni üçün nə dedik? Üçbucaq tənböləni, üçbucağın bucaq tənböləninin üçbucaq daxilində qalan hissəsidir. Aha. Və ya belə də demək olar. Deməli, üçbucağın bucaq tənböləninin təpə nöqtə ilə qarşı tərəfi birləşdirən parçası üçbucaq tənböləni adlanır. Və görürük ki, üçbucaq tənböləni qarşı tərəfi MN nisbətində bölüb. Eləmi? Burada A'dır, burada B'dir. İndi gözəlliyə bax. Gözəlliyə bax. Buranın sahəsi S1'dir, buranın sahəsi S2'dir. Biz bayaq dedik ki, xətt tərəfi necə bölürsə, sahəni də elə bölür. Yəni S1'in S2'yə nisbəti M'in növbəti gözəllik. Bucaq tənböləni üzərində götürülən nöqtədən bucağın tərəflərinə qədər məsafələr bərabərdir. Onda S1'in düsturu nədir? 2'də 1 tərəf vur hündürlük. S2 nədir? 2'də 1 tərəf vur hündürlük. Bunları alt-alta bölsək, nə baş verəcək? Hündürlüklər getdi, 2'də 1'lər getdi. S1 bölü S2 A bölü B'dir. S1'in S2'yə nisbəti A bölü B'dir. S1'in S2'yə nisbəti həmçinin nədir? Həm A bölü B'dir, həm M bölü N'dir. Onda belə çıxır ki, tənbölən qarşı tərəfi yan tərəflə eyni nisbətdə bölür. Yəni A'nın B'yə nisbəti ilə M'in N'ə nisbəti bərabərdir, eynidir. Və bu xassənin sizdə isbatı verilməsə də biz isbat da elədik. Ki, elədik. İndi gözəllik. Məsələn, bizə desələr ki, bura 10'dur, bura 12'dir, bura 8 olsun. Bura 8'dir, bura 12'dir, bura 10'dur. Buradan bir tənbölən çəkilib. Buranı tap. Tələbə də deyəcək, müəllim, buradan bura neçədir? 10'dursa, bura x-dırsa, bura 10x-dir. Tənbölən qarşı tərəfi yan tərəflə eyni nisbətdə bölür. 8'in 12'yə nisbəti 10x-in x-a nisbətidir. 10x-in x-a nisbətidir. Onda nə olsun? Girdik tənasübə. 8x bərabərdir 120 çıx
12x bunu bura atdıq. 20x 120'dir. X 6'dır. Və bugünlük son isbatımız. Uşaqlar şükür zat da deyir. Aha. Son isbatımız. Uşaqlar, bunlar hamısı oturub oxunmalıdır. Bir mənalı məsləhətim oxunmalıdır. Bir mənalı məsləhətim bu videoya bir 3-4 dəfə baxmaqdır. Məsələni anlamaqdır. Dərsi boş-boşuna video çəkmədim. Uşaqların bunu öyrənməsi üçün vaxt lazımdır. MİQ imtahanına gedən müəllimlər üçün də video yararlıdır. Yəni mütləq baxılmalıdır. Sertifikasiya hazırlaşanlar mütləq baxmalıdır. Yəni kifayət qədər yüksək səviyyədə deyirəm. Düzdür, bundan da yüksək demək olar. Amma hələlik bu səviyyəni təyin eləyək. İndi biz tənbələrin uzunluğunu tapacağıq. Bunun üçün də bəzi xassələri mənə lazımdır ki, siz biləydiniz. Mən ümid edirəm ki, bilirsiniz onları. Baxın, deyək ki, bizim bir ABC üçbucağımız var. ABC üçbucağımız var. Bu xəttdə bizdə tənböləndir. Gəlib BC tərəfini K nöqtəsində kəsib. Buranın uzunluğu A'dır. Buranın uzunluğu B'dir. Buranın uzunluğu M'dir. Buranın uzunluğu N'dir. Bizim məqsədimiz tənbölənin uzunluğunu tapmaqdır, L. Mən bu xətti axıracan boş-boşuna uzatmadım. Bura bir D nöqtəsi deyim. Bu məsafəni də bilmirəm. Qoy olsun nə? D. Dadaş. Tələbə bilir ki, ümid edirəm bilir ki, kəsişən vətərlər haqqında teorem var idi. Kəsişən vətərlərin ayrılan hissələrinin hasilləri bərabərdir. Bunun buna hasili, bunun buna hasilinə bərabərdir. Bu bir. İndi nə edirəm? Deyirəm ki, D ilə C-ni birləşdirəsi olsam. Bunu qırıq-qırığına birləşdirim. Buradakı bucaq və buradakı bucaq eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlardır. Bərabərdirlər. Növbəti əlamət. Onda belə çıxır ki, bucaq əlamətinə görə. Bucaq əlamətinə görə. ADS üçbucağı. ADS üçbucağında bir bucaq alfadır, bir bucaq betadır, biri açsız. Alfa, beta açsız. Oxşardır üçbucaq. ABK-ya. ABK hardan çıxdı? Alfa, beta açsız. Uyğunluğu yığdım. Oxşarlıqdan belə bir anlayış vardı. AD-nin AB-yə nisbəti. AC-nin AK-ya nisbəti. AD nədir məndə? El üstə gəldi. AB nədir? AC nədir? AK nədir? Girək. Tənasübə. Bunu buna vurduq. Deyil. Bunu buna vurduq. Deyil nəyə bərabər idi? Bunun yerinə nə yaza bilərəm? Buradan L kvadrat bərabərdir. AB çıx. Və salam. Uzunluğun düsturunu tapdıq. Nə tapdıq? Ki, üçbucaqda buradan tənbölən çəkilibsə, bura M, bura N'dirsə, L bərabərdir kökün altında AB çıx. Hemen isbatını da verdim. Və indi neyniyək? Bir dənə nümunə. Hələlik üçbucaq haqqında bu qədər. İsbatını da verək. Tutaq ki, bura özümüzdən neçə qoşaq? 10, 15, burada 10. Bu da tənbölən. Deyirəm uzunluğunu tap. Birinci tənbölən qarşı tərəfi yan tərəflə eyni nisbətdə bölür. 10-un 15-ə nisbəti 5-ə ixtisar getsə, bura 2 idi, bura nədir? Bu 2x-dan 3x mənə verməlidir. 10, 5x 10-dursa, x 2-dir. 2-ni 2-yə vurduq, 4, 3-ü 2-yə vurduq. 6. 4 ilə 6-dır. İndi nə edəcəyik? L bərabərdir. Kökün altında 10 vur 15,
4 vur 6. 150 çıx. 24. Nə qədər elədi 150-dən 24 çıxanda? 126. Məsələn. İndi onu da sadələşdirmək olardı, düzdür. 9 vur 14-dür də 126. 3 köşdə 14. Elə? Elə. Aha. Dayandıra bilərik.